Salam əziz dostlar və kanalımızın izləyiciləri. Bu günlər yepyeni bir videodan sizlərin qarşınızdayım. Əziz dostlar, bu günlərim sizlər üçün super TV Box aparatını incələməsini göstərirəm. Əziz dostlar, ilk öncə TV Box aparatımıza keçid eləyək. Qutu dizaynına baxaq və keyfiyyət cəhətdən necə bir sürət bizlərə yayımlayır, iş almağa dəyərmi, dəyməzmi? Bunları bu günlərim sizlərə ətraflı şəkildə məsləhət görəcəm və danışacağam. İlk öncə əziz dostlar, TV Box aparatımızın qutusu belə bir qutuda gəlir. H96 Max 618 M1 Plus'dur. Həmin bu aparatın markasını istəyənlər varsa, yəni zəhmət olmasa diqqətli şəkildə baxın. Burada H96 Max yazılan aparatlar çoxdur, həddindən artıq çoxdur. Çip fərqləri var. Əziz dostlar, ən gözəl çip 618 Plus çipidir. Yəni bu, necə deyim, kanaldan kanala keçid edərkən, ondan canım sizlərə deyilsin, çox şeylərdə həddindən artıq fərqləri vardır. Zəhmət olmasa dəqiq şəkildə kanalımızı izləyin. Əziz dostlar, deməli həm bu günlərin bunun artı cəhətlərini, həm minus cəhətlərini, hər tərəfini göstərəcəm sizlərə və necə işlədiyini də sizlər üçün ətraflı şəkildə bu günlərim izah eləyəcəm. İzləmədə qalın, zəhmət olmasa. Deməli, 618 çipi ilə dəstəklənən, mən bunu qutusundan çıxartmışam artıq. Bax, deməli, bunun bir dənə xoşuna gəlməyən cəhəti odur ki, bax, bu adaptırı, bax, ucduğu belə gəlir, ucduğu. Bunu mən düzdür, satanda lap yaxın insanlar üçün mən özüm dəyişdirirəm adaptırını. Başqa cür adaptır verirəm. Amma bunun ucduğu belə gəlir. Buna Avropa standartları deyirlər. O deyil bu. Bu USA'dır. USA bloqin deyirlər. Ona görə də ki, alarkən dəqiq fikirləşin, görün nə alırsınız. Səhv fikir almayın da, yəni ona görə. Əziz dostlar, 618 çipi ilə dəstəklənən aparatın bax pultu da belə bir pultu var, super. Həm səs idarəsi var, həm YouTube'u var, həm AirPods var, həm Netflix'i var. Bir də zəhmət olmasa diqqətli şəkildə buraxın. Bu Google sertifikatlı bir aparatdır. Yəni axılınıza o başqa o 45 manatlıq, 15 manatlıq, 25 manatlıq, 30 manatlıq aparatlardan deyil. Xeyr. Bunun Google sertifikatı var. Google sertifikat nədir? Gözəl insanlar. Google sertifikat odur ki, səhərsi günü həmin bu aparatdan Netflix'ə və yaxud hər hansı bir aparata, proqrama giriş eləyərkən Google sertifikatsız televizorlarda, TV Box aparatlarında siz 4K-na baxa bilmirsiniz. Amma Google sertifikatlı olan TV Box'larda həm 4K-dan baxa bilirsiniz, həm də ki, sertifikatlı Google'un öz şəxsi, Google kimi böyük bir şirkətin sertifikatlı olmağı, yəni bir TV Box üçün böyük bir şeydir. İşləmcisi Android 14 sistemində gəlir və işləmcisi də 618 chipsetidir və əziz dostlar, qarşısında belə bir saatı da göstərir. Wi-Fi qoşulanda burada Wi-Fi göstərir, launcheruna qoşulanda launcher göstərir. Aparatın özü də belə bir aparatdır. Üstünə də H96 Max yazılıb və arxasında da belə bir şey GPU sistemini yazılıb. Android 14 işləmcidən gəlir və 216 RAM-dır. Bəzi insanlar var, diqqətli şəkildə baxın, zəhmət olmasa bu videomuza. Bəzi insanlar var ki, gözəl insanlar, yazır ki, qardaş, mənə keyfiyyətli TV Box göstər, mənə keyfiyyətli aparat göstər. Əziz dostlar, bax, bundan oyanası yoxdur, həqiqətən. Alıb evinizdə rahat şəkildə işlədə bilərsiniz həmin bu TV Box aparatını. Baxın, görün necə bir keyfiyyətli. Həm launch giriş şnuru var, bax, belə diqqətli şəkildə baxın. Kanalımızda hamısı olacaqdır. Nəzərinizə çatdırım ki, 5 volt 2 amper bir adaptırdan gəlir. Bax, belə bir adaptırdan. Və yaxarın dedim, adaptırları EU blokdan gəlir. Biz bunu dəyişirik. 5 volt 2 amper adaptırlardan gəlir. Bax, bizə bu EU blokundan veririk. Deməli, əziz dostlar, bunda bu günlərin özəllikləri nədir sizlərə göstərəcəm. İlk öncə taxırsınız aparatı televizora. Televizorda taxmaq asan bir şeydir. Yəni, heç bir çətinlik yoxdur. Artıq taxdıq. Bəzi insanlar var deyir ki, gözəl insan bizə elə bir şey ver ki, səs sistemindən işləsin. Konkret, yəni nə yükləsək dağıtsın da bir sözlə. Uşaqlar məsəl üçün iqra yükləsə, iqranı da belə açsın. Yəni həmin bu aparat sizlər üçündür həqiqətən. Bu günlərim indi bunların artı və üstün cəhətlərini artıq sizlərə göstərməyə başlayıram. İndi keçək bunların digər TV Box aparatlarından, halbuki ucuz aparatlardan fərqləndirən üstünlük cəhətlərini. İndi hal-hazırda
kanal açılımını göstərdim sizlərə. Deməli, indi nə edirik? İlk öncə, əziz dostlar, həmin bu TV Box aparatı həm 2.4, həm 5G-ni dəstəkləyir. Necə baxmaq olar? Deməli, diqqətli şəkildə baxın. Ayarlar bölümünə keçirsiniz. Ayarlar bölümündə ağ bilgisi, internet bilgisi kablosu var. Bax, diqqətli şəkildə baxın. ADSL bizim internetdir. Həm 2.4-ü var, həm 5G-si var. 2.4, 5G burada bağlanıbdır hal-hazırda. İstəsəz, yəni 4G-yə də bağlana bilərsiniz. Bağlan, yəni Wi-Fi hal-hazırda bağlanıbdır və başarı ilə bağlandı. Diqqətli şəkildə baxın. Və yaxud da məsələn, bax, Google sertifikatlı aparatdır. Diqqətli şəkildə baxın. YouTube'da uşaq üçün videoları tap. Bax, məsələn, Barış Ginin videolarını tap. YouTuber. Yenidən Barış G videosunu tap. Gördünüz əziz dostlar. Yəni buna şey deməyə ehtiyac yoxdur. Və yaxud da mahnı videoları tap. Bax, görürsünüz. Yəni bu aparat səs idarə sistemi budur. Bax, buradan səs idarə sistemi budur. İkinci, bu TV Box aparatlarında ən gözəl özəlliklərdən də biri budur ki, heç bir siçanı taxmadan siçan özəlliyini aktiv eləyə bilirsiniz. Sadəcə bir tuşla. Bax, diqqətli şəkildə baxın. Siçan özəlliyi artıq aktiv olundu. Diqqətli şəkildə baxın. Bax, sağa gedir, sola gedir. Bax, belə gəlir, belə gedir. Diqqətli şəkildə baxın bunlara. Və siçan butonunu rədd eləmək istəyirsinizsə, bir də təzədən basırsınız. Artıq ləğv olundu siçan butonu. Sonra isə əziz dostlar, 4K, baxın, 4K videoları açmağını da göstərəcəm. Burada internet çox zəif internetdir, həddindən artıq. Yəni 5G yazmağına baxmayaraq, yəni 2.4 ondan yaxşı işləyir bizim bu iş yerindəki Wi-Fi-dan. Məsələn, 4G, 4K videolar, 4K videolar. 4K videolara daxil olduqdan sonra, bax, burada bir dənə özəllik sizlərə deyim. Bax, məsələn, adamlar var ki, YouTube'a birbaşa girmək istəmir. Bax, gözəl insan. Bir dənə YouTube Pro şey var, profkası var burada, butonu. Bir dənə basırsan, birbaşa artıq YouTube'a hardan başlayırsan, oradan girir. Nə demək istədiyim başa düşdünüz? Hardan başlayırsınız, oradan girir. Və 4K videosu, məsələn, diqqətli şəkildə baxın. 4K-nı açmağını da sizlərə göstərim. Çox sürətli işləyir. Həqiqətən də özünüz görəcəksiniz. Donmadan rahat şəkildə işlədə biləcəyiniz proqramdır, aparatdır. Kalite ilə 4K olaraq ayarlanıbdır. Bax, diqqətli şəkildə baxın. Bundan çıxdıq geriyə. Yəni həm 4K, həm YouTube, həm kanallar rahat şəkildə işlədə biləcəyiniz super bir aparatdır. Bir dənə də iqra yükləyək. İqranı da yüklədikdən sonra, bax, məsələn, bu iqranı yükləyək, yüklə sözünü basaq. Burada necə yükləyir, bu oyunu oynaya bilir. Əziz dostlar, artıq iqranı yüklədik, oyun proqramını. Görək indi necə açacaqdır. Mən də sizlərdən barabar maraqlı gəlir mənə. Bax, həmin bu pult, bu açana kimi mən sizlərə bir şey göstərim. Əziz dostlar, bu pult Bluetooth-dan işləyən pultdur. Həm də ultra bənövşəyi şüadan işləyir. Bluetooth-dan və ultra bənövşəyi şüanın fərqləri nədədir? Diqqətli şəkildə baxın. Bir də özümüz aktiv eləyəcəyik oyun hissəsini. Deməli, Bluetooth-dan olanda daşlar tez ölür. Bluetooth-un, yəni bu qabaqlıq hissəsini, bu qabaqlıq hissəsini görməyinə ehtiyacı yoxdur Bluetooth-dan olanda. Arxa tərəfə tullayırsınız, işləyir sadəcə. Bax, belə də bir, məsəl üçün, belə eləyəndə qırmızı burada işıq miqatlayır, işləyir. Yəni, və yaxud da, bax, bunun burasını bağlayırsınız, bax, fırlayırsınız, bax, diqqət şəkildə baxın. Və yaxud da belə fırlayırsınız, heç bir yəni şey yoxdur.
Yəni bu Bluetooth-dan, sırf Bluetooth-dan işləyəndə. Amma bunu görəndə içinə qoyduğunuz daşlar həm tez-tez dəyişmirsiniz, tez-tez dəyişmirsiniz. Həm də bax bunun qabağında saat özəlliyi var. Bax diqqətli şəkildə baxın. Saat özəlliyi var. Saatı da göstərir. Bax diqqətli şəkildə baxın, saatı da göstərir. Yes. Okay. Səsi qaldıraq. Aha, play. Qaynaqları dərləmədim deyə səsi bağlamışam. Diqqətli şəkildə olun. Necə bir aparatdır sizlərə göstərəcəm. Hal-hazırda indi iqranı da yüklədik. İqranı da şeylədim, çıxdım. Bunun indi bəzi speed testləri var, hamısı var. İndi onları siz özünüz evinizdə rahatlıq şəkildə işlədərsiniz. Əziz dostlar, yəni almağınız üçün tövsiyə edə biləcəyim bir aparatdır. Və bir dənə də sizlərə bir dənə də özəlliyini göstərim. Bu özəllik çox xoşuma gəldi, həddindən artıq. Məsələn, bəzi insanlar var deyir, Res TV Box-u indirmək olarmı bunda? Bax, əziz dostlar, Res TV Box-u indirmişəm. Diqqətli şəkildə baxın. Necə işləyəcəyini baxacaqsınız. Və bunda bir dənə özəllik var ki, Res TV Box-a girirsiniz, giriş eləyən zaman. Hardan başlayırsınız kinonu, oradan da birbaşa turluyur. Həmin bu TV Box özəldir ha bu. Məsələn, bax, bəxarım mən bir dənə video baxmışdım kino. Çıxdım, girdim, bax burada. Bax, həmin bu kinoydu, bax, diqqətli şəkildə baxın. Nəsə işim oldu, çıxdım, gəldim, həminki Res TV-ni tokdan çıxartmışdım, TV Box aparatını. Gəldim, taxandan sonra gəldim ki, həmin bu hissədən başlayıb. İndi bu bilmirəm, Res TV-nin mi təzə gələn güncəlləməsindən sonra bir özəllikdirmi, yoxsa nədirmi bilmirəm. Amma həqiqətən çox xoşuma gəldi bu cəhətdən. İkinci bir özəlliyini də deyim və bununla da yekunlaşdıracağım sizlərə. Həqiqətən çox super bir aparatdır, tez-tez deyirəm. Niyə? Çünki super olduğu üçün deyirəm. Bax, məsələn, Google Chrome-a giriş eləyirsiniz. Google Chrome-a giriş eləyən kimi, bax, belə bir mouse... Çox çıxdıq. Hər hansı bir şey yazarsan, məsələn, bizim həmin bu aparat H96 Max. Təbii ki, burada yazmaq biraz çətin olur. Burada yazmağınız üçün gərək sizdən case'li klavyəli pultlar satırlar. 2.4G-lik ondan alasınız. Bax, onlar daha sürətli şəkildə işlədəcəkdir. Və speedtest.net-ə girək. Bizə buranın internet sürətini göstərirəm sizlərə. Speed test birbaşa gəldi. Proqrama da giriş elədi. İndi sürəti də sizlərə göstərəcəm. Hal-hazırda neçə sürət göstərir. Telefonda neçə sürət göstərir. Telefonla TV Box əlbəttə ki, fərqlidir. Go. Sözün üzərinə basırıq. Deməli 29 göstərdi, 27 və telefonda baxırıq. Speedtest.net-də. Yəni telefonla bunun arasında bax 5 şeyliyə qoşulluq. İndi bilmirdim mən 5 şeydə mi qoşuluydum? Bizə dəqiqə. Bir dəqiqə. Yox, 2.4G-yə qoşulmuşam, 5G-yə qoşulmamışam. Bax telefondan da burada 2.4-ə qoşulduq. Bu burada işlənən köhnə bir telefondur, əziz dostlar. Speed test.net-ə giririk. Və aktiv vururuq butonunu. Görək telefonda necə göstərir sürət. Ekranın zadı qırıqdır, amma həqiqətən qəşəng işləyən bir telefondur. Burada bizim sexdə zəhlər üçün işlətdiklərimiz telefonlardır.
28 TV Box-da göstərdi. Telefonda görək necə göstərəcək. 2.14-də girmişəm. 19. Aha. Telefonda zəif göstərdi. A51 telefonudur. Yaxşı. Keçirik 5G-lik Wi-Fi-ya qoşulaq. Görək 5G-də necə göstərir. Telefonla bunda necə göstərəcək, fərqliliklərini göstərəcəm. İndi sizə bax buradan 5G-liyə qoşulduq. Və təzədən giriş eləyirik. Həmin bu proqrama izin ver deyirik. Yenidən denə sözünü bastırırıq. İzin ver. Tamam. Test again. Tamam. 45, 43, nə bilim belə hal-hazırda göstərir. 40 göstərir. 45-40 arasında gedib gəlir. O tam dəqiq göstərsin. Görək nə göstərəcək. 45. Telefonda keçirik. 5G-lik Wi-Fi-yə qoşuruq. A51 telefonu da əlimdəki. Nəzərinizə saxlayın. Aha. 45 TV Box da göstərdi. 5G-likdə. Və telefonda necə göstərəcək indi baxın. 50 burada göstərdi və yaxud da həmin şey göstərdi. Diqqət içərisində baxın görək hansı daha çox göstərəcəkdir. Mənə maraqlı gəlir həqiqətən. Yox, bir səfər telefon 40 göstərdi. TV Box aparatı dayan görək qalxır. Telefon 46 göstərir. Diqqət içərisində baxın. TV Box aparatı isə 34 göstərdi. Yəni telefonla TV Box arasında elə çox fərq olmur. Həqiqətən bu çox böyük bir güc deməkdir. TV Box bir balaca bir qiyməti ucuz bir şey aparat üçün telefonla bərabər rəqabətə getməyi böyük bir şeydir həqiqətən. Bu günlərimdə H96 Max 618 Plus aparatının chipset 618 chipseti aparatının incələmələrini sizlərə göstərdim. Həm oyun oynaya bilərsiniz, həm TV Box, həm super bir aparatdır. Gönül rahatlığı ilə alıb çalışdıra bilərsiniz. İzləmədə qalın, kanalımıza abunə olun. Hələlik.